Buyurun, neçəyə baxaq. Deməli, kimyəvi tarazlığa aid hesablanmalar. Deyim 2025 kimya. Buyurun. Buyurun əzizlər, buyurun, neçəyə baxaq. Verin suallarınızı. 3. Üçüncü sualda bizə bir məsələ verib. Bu məsələdə CO ilə oksigen girir, CO2 əmələ gəlir. Taraz sabitin qiymətini verib. Sürət sabitini verib, parçalama yarısına sürət sabitini istəyir. Deməli, ümumiyyətlə taraz sabitin qiyməti biz iki cür hesablayırdıq. K tarazlıq bərabərdir. Ya məhsulların tarazlıq qatlığını bölməliyəm başlanğıc maddələrin tarazlıq qatlıqları hasilinə, ya da ki, düzlə reaksiyanın sürət sabitini bölməliyəm nəyə? Əksinə reaksiyanın sürət sabitinə. Düzdür baba? Düzdəlirsən? Taraz sabitinin qiymətini bizə 4 verib. 4 bərabərdir. Bizə birləşmə reaksiyasının sürət sabitini verir. Birləşmə reaksiyası bu istiqamətdir, yəni düzünə. Düzünə birləşmədir, əksinə nədir? Parçalanmadır. Düzünəni bizə verir. Düzünəni neçə verir bizə? 20 verir. Təbii ki, parçalanmanı istəyir, yəni əksinəni istəyir, ona bir x deyək. Ona x bərabərdir 5. Aydındır? Çünki biz taraz sabitini iki cür hesablaya bilərik. Məhsulun tarazlıq qatlığı bölünsün başlanğıc maddələrin tarazlıq qatlığı, ya da ki, düzünə reaksiyanın sürət sabiti bölünsün əksinə reaksiyanın sürət sabiti. Bizdə düzünə birləşmə reaksiyasıdır, əksinə parçalanma reaksiyası. Birləşməni vermişdik 20, parçalanmanı istəyirdik, yazdıq. Sonra neçəyə baxaq? 14'e qədər var sualımız. 14'e qədər var sualımız. Əvvəlcə sualın mətnini oxuyaq. Qapalı bir qabda 0,6 mol CO, 0,4 mol oksigen qarşılığı reaksiyasından az əvvəl baxdığımızda bu reaksiya baş verir. Tarazlıq anında başlanğıc maddələrin molekul saylarının cəmi məhsulların molekul sayına bərabər olur. Tarazlıq sabiti 8 olarsa reaksiya gedən qabın həcmini tapır. İlk olaraq onu sizə deyim ki, bizə burada qatılıqlar verməyibdir. Bizə burada maddə miqdarları veribdir. Nə veribdir bizə? Bilirsiniz ki, qatılıq bərabərdir. Maddə miqdarı bölünsün qabın həcmi. Düzdürmü? Bizə bunu verir, bunu yox. Aydındır. Gəlin reaksiyamızı yazaq. CO üstəcə O2 cəmə verir. CO2. Nü başlanğıc, nü sərf əmələ gəlmə, nü tarazlıq. Niyə C yazmadım, nü yazdım? Çünki bizə C-ni verməyib, bax, o nəyə verib bizə? Nü-ni verib. Sonra biz C axtaranda nə edərik? Özümüz nə edərik? Bölərək taparıq. Deməli, bunun başlanğıcı neçə verib mənə? 0,6. Deməli, bunun nü başlanğıcı çəkir cədvəlimizi həmişə olduğu kimi. C-onun miqdarını buradan, oksijeni buradan, buradan C-2 yazır. Bu neçə verib? 0,6. Bu neçə verib? 0,4. Bunu bilmirəm. Bu yoxdur. Başlanğıc 0. Deməli deyir, tarazlıq anında başlanğıc maddələrin cəmi nəyə bərabərdir? Məhsul. Amma mən bunlar nə qədər girib bilmirəm. O da girənlərə x deyəcəm. Normalda bu 2 girəndə bu neçə girir? 1, bu neçə alınır? 2. İndi bu 2x girsə, bu nə qədər girər? X. Bu nə qədər alınır? 2x. Deməli bu 2x girsin, sərf olunsun. Bu x sərf olunsun. Bu da neçə alınsın? 2x. Məhsulun alınanı ilə əmələ gələnlə məhsul bərabər olur. Bu 0,6 ilə 2x-i getdi, nə qaldı? 0,6 çıxı 2x. Bu 0,4 ilə x-i getdi, nə qədər qaldı? 0,4 çıxı x. Bu da deyir, bunların cəmi buna bərabərdir. Tarazlıq alında başlanğıc maddələrin, molekulların cəmi nəyə bərabərdir? Məhsulun. O zaman bunların cəmi buna bərabərdir. Bunların cəmi eləyir 1 çıxılsın 3x bərabərdir 2x-ə, 5x bərabərdir 1-ə, x bərabər neçəyə? 0,2. Deməli, 0,2 burada yerdə qoysam, bu ədəd neçə olar? Elə 0,2. Bu ədəd neçə olar? 0,2. Bu ədəd neçə olar? 0,4. Bunlara ehtiyac yoxdur, siz bunları da yazın. 0,4, 0,2, 0,2, 0,4. Mən artıq bunların nəyi bilirəm? Tarazlıq qatlığı yox. Tarazlıq maddə miqdarları bilirəm. Qatlıq nəyə bərabərdir bəs? Nü bölünsün nəyə? Qabın həcminə. Qabın həcmini bilmədiyim üçün, o zaman bunların tarazlıq qatlığını mən yazası olsam, tarazlıq. Bunun tarazlığı nə olacaq? 0,2 bölünsün V. Bunun tarazlığı nə olacaq? 0,2 bölünsün V. Bəs bunun tarazlığı nə olacaq? 0,4 bölünsün V.
Elədir? Yaşa. Buna qədər hər şey aydındır. Hə? İndi mənə həm də taraz sabitinin qiymətini verir. Taraz sabitinin qiyməti mənə neçə verir? 8. O zaman tarazı sabitinin qiymətini nə istifadə edib? Bu hissəni sildirəm, çünki bu hissənin mənə lazım deyil. Buranı tam başa düşdünüz? Yəni mən maddə miqdarlarına istifadə edib, onun gəlib tarazı qatlığını tapdım. Tarazı qatlıqlarını bilirəm artıq. Tarazı qatlıqlarını bilirəmsə, o zaman mən nə edəcəm? Tarazı sabiti üçün, biz tarazı sabiti necə hesablamalıyıq? Onun üstünü yazacaq. Deməli, K tarazlığı nəyə bərabərdir? S məhsul, yəni CO2-nin kvadratı bölünsün. CO-nun kvadratı bölünsün. CO. Elədir? O zaman qiymətlər qoyaq yerinə. Taraz sabitinin qiyməti neçə vermişdi? 8 bərabərdir. CO-da nə idi bizdə? 0.2 bölü. V-nin kvadratı vurulsun. Oksijende nə idi bizdə? 0.2 bölü V. Bəs CO-da nə idi bizdə? 0.4 bölünsün V-nin nəyi? Kvadratı. Bu ifadəni həll edəcəm, nə edəcəm? Tapacam orada V. Gəlin burada, bəli. Buyur. Eyni olmur, yox. Bu olacaq 8 bərabərdir. 0'dan %16 bölünsün V-nin kvadratı. Bölünsün. %4. 0'dan %4 bölünsün V-nin kvadratı bölünsün. 0'dan 12 bölünsün V. Bunları buna vuranda neçə edir? Bərabərdir. 0.6 bölünsün V-nin kvadratı bölünsün. %8 böl V kubu. 0'dan %8 edir, məncə. %8 bölünsün V-nin kubu. Surəti məhdəcə bunu surətdə yazıram. 0.6 V-nin kubu bölünsün 0.8 eləmir ki. 1008 %8 edir. 0'dan %8 V-nin kvadratı bərabər neçəyə? 8'e. Bunu 8'e vuran nə olur? 0'dan %64 V kvadratı bərabərdir 0'dan %16 V-nin kubuna. Hər iki tərəf V kvadratına böləndə burada qalır 0'dan %16 V bərabərdir 0'dan %64'ə. V bərabərdir deyəsən 0.4'ə. Eləmi? 0.10'da neçə? 4 litir. Aydındır. Başa düşdünüz? Mən maddə miqdarlarından istifadə edeyim. Tarazlıq andakı maddə miqdarlarını müəyyənləşdirdim. Tarazlıq andakı maddə miqdarlarını biləndən sonra, təbii ki, qabın həcmini bilirəm deyə, olan hamısını deyə, böldüm, bölərək qoydum yerinə. Bu tutub təmlik bir təhlillərini, bir məhsulu təmlik. Davam edək, desən suala baxaq. Desən suala baxaq. Uşaqlar, bu suallar mərhələli həll olunur. Yəni, birbaşa cavab ala bilmirsən. Proses mərhələ gedir. O tam diqqətli olmalısın. Biraz diqqətin pozuldu, bu sualları həll edə bilməzsən. 21. 21-ci sual. Bizə az əvvəl işlədiyimiz reaksiyanı təsəvvür edib. Taraz sabitin qiyməti 0.25 verib. Tarazlı qatıqların nisbəti maddələrin təhlükdəki əmsalların nisbəti kimidir. CO oksigenin başlanğıc qatını istəyir. Yenə həmişə olduğu kimi yazıram 2CO üstəgəl O2 alınır nə? 2CO2. Yazıram C başlanğıc, C sərf əmələ gəlməz, C tarazdır. Burada bir dənə mühüm bir cümlə istifadə edib, hansı ki o cümlədən istifadə edib bu məsələni həll edəcəm. Bu deyir ki, bunların tarazlıq qatılıqları əmsallarının nisbəti kimidir. Yaxşı, bunların əmsalları necədir uşaqlar? 2, 1, necə? 2. Bunların tarazlıq qatılıqları da bu nisbət kimidir. Mən də 2, 1, 2 yazmayacağım. 2x, x, 2x yazacağım. Ne yazacağım? 2x, x, 2x. Deyəsən, mən niyə 2, 1, 2 yazmadım? Çünki nisbəti 2, 1, 2-dir. Bəlkə bu 6, 3, 6 imiş, nisbət yenə 2, 1, 2 edir də. Bəlkə 8, 4, 8 imiş, yenə nisbət 2, 1, 2 edir də. Buna görə mən bunu 2x yazmalıyam, bunu x yazmalıyam, bunu da 2x yazmalıyam. Razısınız? Razısınız? Əla. İndi burada tarazı sabitin qiymətini hesablayası olsaydım, məhsulun nəyini? Qatlığının kvadratını bölməlidir nəyə? CO-nun kvadratı vurulsun nəyə? Razısınız? Bundan razısınız? Yəni orada o ikisinin cəmi 2x-i vermir. Elə demədi axı bizə. Bizə dedi ki, sadəcə o başqa sualdır, bu başqa sualdır. Bu sualda deyir ki, tarazlıq qatılıqlarının nisbəti əmsalların nisbəti kimidir. Əmsallar 2, 1, 2 deyil. Bunların da nisbəti 2, 1, 2 vermir.
Niyə x-dən göstərirəm? Çünki mən bilmirəm axı bu 2-1-2 də ola bilər. Yəni 6-3-6 da ola bilər. 8-4-8 də ola bilər. 15-10 da ola bilər. Bilmirəm. Dəqiq ona görə x-dən yazmışam. Taraz sabitin qiyməti neçə verir mənə? 0,24, yəni 4/1-dir də o. Hə? 0,25 bərabərdir. Bunun qatlığı nə oldu? 2x-in kvadratı bölünsün. Bunda nə? 2x-in kvadratı vurulsun x. Bunlar hesab edəndə 1/x bərabərdir 25-ə. 0,25 x bərabərdir 1-ə. X bərabər neçəyə? Neçə oldu x? 4 olmur. 4 olur. X 4-sə bunun qiyməti neçə olur? 8. Bunun qiyməti 4. Bu neçə olur? 8. Məhsulun elə əmələ gəlməsi ilə tarazı eynidir. O zaman məhsul nə qədər əmələ gəlir? Əgər bu 8 əmələ gəlibsə, buna görə bunların sərfini tapa bilərəmmi? Əgər məhsul 8 əmələ gəlibsə, bu nə qədər sərf olunur? 4. Bu nə qədər sərf olunur? 8. Deməli, bu 4 sərf olunur, bu 8 sərf olunur. Sərflə tarazlıq bizə başlanğıcı verirdi mi? 16. Sərflə tarazlıq bizə nəyi verirdi başlanğıcı? 8, bunda başlanğıcı 0 olur. Deməli, CO-nun başlanğıc qatlığı 16 olur, oksigenin başlanğıc qatlığı 8 olur. Aydındır? Başa düşdünüz? Davam edək. Neçəyə baxaq. Buyurun, neçəyə baxaq. 24. 24'e kadar var mı sual? Yoktu. Her zaman. Ben 24 sonra 24 cevap verdim. Sesi vermiştin. Galiba. Hayır. Deməli bu izomerləşmə reaksiyasıdır. Sizə mən bundan əvvəl izomerləşmə reaksiyası haqqında danışdım da. İzomerləşmə reaksiyasında maddələr eyni maddədir. İkisi də nədir? Eyni maddədir bunlar ikisi də. Deməli X-dən Y əmələ gəlir, eləcə də Y-dən də X əmələ gəlir. Bunlar ikisi eyni maddədir. Yəni bunların molar kütlələri eynidir. Bizə bunların qapalı qabda birini 5 qram götürür, birində 13 qram götürür. Yəni bizə bunların M-lərini verir. Anladın mı? İndi mən C ilə M arasında bir aralıq qurmalıyam. C bərabərdir nü bölünsün V qab. Düzdür yoxsa yox? Elədir, elədir. Nü də bərabərdir kiçik M bölünsün nəyə? Molar kütləyə. Elə? O zaman nünü bu M bölü böyük burada nəzərə alsam, o zaman C nəyə bərabər olacaq? Kiçik M bölünsün molar kütlə bölünsün V qab. İndi mən sizdən sual verirəm uşaqlar. Bunlar ikisi eyni maddədirsə, bunların molar kütləsi eynidir. Eynidir. Qabda eyni bir qabda gedir də proses. O zaman qab da eynidir. Elə o zaman qatlığı birbaşa nə ilə əlaqəlidir? Kütlə ilə əlaqəlidir. Yəni kütlə bunların hansı 2 eləyibsə, kütlənin 2-yə böl C-ni versin. İstənilən kütlə 2-yə böl C-ni versin. O nisbət dəyişmədiyi üçün bizim hesablamamızda problem yaranmayacaq. O zaman mən elə bura C başlanğıc, C sərf əmələ gəlmə, C tarazlığı yazacağam. Düzdür, mən əslində C-ni götürməliyəm. X-i neçə vermişdi M-in X-in? X-in M-i neçə vermişdi mənə? 5 vermişdi. Mən əslində bura 5 yazmalıydım, M vurulsun B yazmalıydım. Buna isə 13 bölünsün, M vurulsun B yazmalıydım. Amma bu M və məxrəc eyni olduğu üçün bunlarda bir ümumi olaraq nisbətdə dəyişiklik olmaz. Mən sadəcə bunu bu şəkildə yazmıram. Sizə də yazıb saxlaya da bilərəm. Qalsın. Problem deyil. Nümerlə qulaq asın. Bizə deyir ki, tarazlı sabitin qiyməti neçədir? 0.8. Əgər KT 0.8-dirsə, bu birdən böyükdür yoxsa kiçikdir? Kiçik. Birdən kiçik olanda reaksiyanız tərəf yönəlirdi. Sola tərəf, yəni başlanğıca tərəf. Birdən böyük olanda oraya yönəlirdi. Düzünə. Çünki biz bilirik ki, biz əgər burada bu hissəni siləcəm, bu hissə bizə artıq lazımdır. Bu nəticəyə gəldiyimizi bilirik. Qulaq asın mənə. Mən əgər bunun üçün tarazı sabitin qiymətini hesablamaq istəsəm, bu belə olur da. C, Y bölünsün nəyə? C, X-ə. İndi sual verirəm. Nə zaman bu nisbət 0.8 olar? Yəni məxrəc surətdə nə olsun? Böyük olsun. Məxrəc normalda 5 qramdır. O zaman reaksiya hara gedib ki o böyüyür? Sola gedib ki o reaksiya nə olur? Böyüyür. İndi sola gedəndə bu sərf olunur, bu isə nə olur? Əmələ gəlir. Elə deyil? Bu aşağını silirəm, bunu elə 13 saxlayıram, bunu 5. Sonra nəzərə alaraq bunu əgər istəsəniz. İndi bu A qədər getsə, bu da A qədər əmələ gəlməzmi? Ona görə elə əvvəl. Gələr, gəlməz? Bəli. Gələr. O zaman bu getdiyi üçün bu olar 13 çıxılsın A. Bu olar
5 üstə gəl A. Niyə? Çünki sola gedir. Sola gedirsə bu sərf olunur, bu isə əmələ gəlir. Əmələ gələn A qədər artar, sərf olunan A qədər azalır. Razısınız? Amma biz bir şey də bilik ki, tarazlıq sabitinin qiyməti qatılıqdan asılı deyil. Əgər asılı isə əvvəl neçə idi? 0.8, yenə 0.8 olmalıdır. O zaman yazaraq 0.8 bərabərdir. Siz burada nəzərə alın. M bölü V'ləri nəzərə alıram. M bölü V'lərini indirəm. Nəzərə alıram. Yəni, onsuz bizim işimizi bozmayacaq o. Nəzərə alıram. M bölü V. SY nədir? 13 sıxılsın A bölünsün M bölü V. 5 üstə gəl A bölünsün nə? M bölü V. Zaten buna ekstra gedirmi? Nə qalır burada? Bunu buna vursam nə olur? 4 üstə gəl 0.8 A bərabərdir 13 sıx A-ya. 1.8 A bərabərdir 9-a. A bərabərdir neçə? 5-ə. 5-i burada nəzərə alsam, bunun qiyməti neçə olar? 10. Bunun qiyməti 8. Bizə demişdik, tarazlıq anında qabda neçə qram X olar? Neçə qram X olar? 5. 10 qram X olar. 10 qram X olar, 8 qram da Y olar. Aydındır? Sonra neçəyə baxaq? Buyurun. 30 neçə? 36. Belə bir reaksiya var, amoniyakın sintezi reaksiyası. Burada hidrogenin tarazlı qatlığı 1.2 mol bölü litrdir. Hidrogenin 20% reaksiya sərf olunursa, amoniyakın tarazlı qatlığını hesablayın. Bu, Əli Səfa. Bir dənə mənə kömək edə. Eşidirsən mənə? Biz reaksiya yazandan sonra ne yedik? S başlanğıc, S sərf əmələ gəlməz, S tarazlı qeyd edirik. Razısan? Deyir ki, hidrogenin tarazlı qatlığı nə qədərdir? Elə deyir, də? Hidrogenin tarazlı qatlığı 1.2-dir. Hidrogenin tarazlı qatlığı 1.2-dir. Və deyir ki, hidrogenin 20% reaksiya sərf olunur. Nə qədər sərf olunur? Deməli, bu Əgər 80%. 20% sərf olunursa, 80%-də artıq qalır, hə? 1.2 80 20 nə olur? 0.10 neçə? Razısan? Hə? 1.2 80%, ondan 4 dəfə 0.3. İndi bu 0.3 sərf olunanda görəsən amonyak nə qədər əmələ gəlir? Normalda bu 3 sərf olunanda bu neçə əmələ gəlir? 2, 0.2. Əgər bu 0.3 sərf olunursa bu nə qədər əmələ gəlir? 0.2. 2. Əgər bu 0.2 əmələ gəlirsə, bunun elə tarazlığı da nə qədərdir? 0.2-dir. Bizdən də zaten amonyakın tarazlı qatılığını istədiyi üçün 0.2 mol bölü litr cavabımız olacaq. Aydındır? Bir də gedim üstündə yatan başa düşdü. 100%. O zaman keçək növbəti sualımıza. Neçəyə baxalım? 41. Deməli 41-də yenə əvvəlki işi görəcəm. Yenə əvvəlki işi görəcəm. Nasıl silmirəm, bunu saxlayacağım. Onsuz da bu sistemi burada quracaq. Deməli bizə veribdir 2 dənə x2y parçalanır, bizə nə verir? 2 dənə x2 verir, plus da y2 verir. Düzdür yoxsa yox? Elədir. Parçalanan x2y'in ilkin mol sayı. Molun verib ha bizə. Bax, qatılığı verməyib. Əslində bu şeyləri verməyib. Bizə nələri veribdir? Moldursa müydən söhbət gedir. Nədən söhbət gedir? Müydən. S'yi tapmaq istəsəm müyü bölməliyim və qaba. Nəyə bölməliyəm? Qabın əzmi nə qədər verir? 1 litr. Əgər bu qiyməti 1 isə o zaman müyü ilə nəyə bərabərdir? S'yə. O zaman elə bunu S olaraq saxlayın. Bunu S olaraq neyniyək? Deyərsən, müəllim, niyə bəs yazdım pozdum ki? Mən yazdım pozdum ki, sənin yadında qalsın. Görərsən neynədiyimi. Bu 6 imiş. Tarazlıq arasında olan qabda qaz qarışığı cəm nə qədərdir? Bunun cəmi nə qədərdir? Bunun cəmi nə qədərdir deyir? 8-dir. Yaxşı uşaq. Diqqətlə qulaq asın. Normalda bu 2 girəndə, bu neçə alınır? 2. Bu neçə alınır? 1. Bu 2K girsə, bu neçə K alınır? 2K. Bu nə qədər? Deməli, bu 6 idi, 2K getdi. Bu yox idi, 2K əmələ gəldi. Bu da yox idi, K əmələ gəldi. Məhsullar elə tarazlıq qatlığı əmələ gəlməsə nə olur? Deməli, bu K'dır. Bura nədir? 2K'dır. 6 sıx 2K neçə edir? 4K. Nəsə, bilmirəm, 4K niyə eləsin? Məlumdan məhsul çıxırsa nə olur?
Bunların cəmi neçədir deyir? 8 K. Mən bunları cəmləyəndə olur 6 üstə gəl. K olur 8, O da K olur iki. 2. K-nı 2 biləndən sonra qoyaram yerinə, tutarım gedərlər. Bu 2 qoysam bu neçə eləyər? 4 eləyər. Bu 4 eləyər. Bu 2 eləyər. Bu 2 eləyər. Bu 4 eləyər. Bu da 2 2 eləyər. eləyər. Bizdən nə istəyir? Tarazlıq sabitini istəyir. Nə istəyir bizdən? KT-ni. Deməli, KT nəyə bərabərdir uşaqlar? KT bərabərdir. Məhsulların tarazlıq qatlığı C2-nin kvadratı vurulsun. CY2 bölünsün nəyə? Başlanğıc maddələrin nəyi? C2K-nın. C(x2y)-in kvadratı. Düzdürmü? İndi bu qiymətləri gətirib burada yerinə qoyacağam. Bu hissəni istəyirəm silim. Bir dənə bunlar bəhs edirlər mənə. Bu yuxarı silim. Yanındakı varan silim. Buranı silim də bundan lazımdır. Yaxşı? Ki qoyalım yerinə. Deməli, bu nə yazaq? Deməli, KT bərabərdir. KT bərabərdir. Bu x2-nin qatlığı nədir bizdə? 4-dür də. 4 mol böl litri kvadratı vurulsun. İyiliqdə nədir bizdə? 2. 2 mol böl litr bölünsün nəyə? 2. 2'nin kvadratı. 2 mol böl litrin nəyi? 8 eləyir. Kvadrat. Elədir? Əla. Yuxarı Yuxarı neçə eləyir? 32. 32 Böl 4. 16 eləyir. 16 2-yə vuranda neçə eləyir? 32 mol kvadratı mola vuranda nə olur? Molun kubu bölünsün litrin kubu bölünsün. Bu nə eləyir? 4 molun kvadratı bölünsün litrin kvadratı. Deyəcəm indi deyəm. Bunlar hesab gedəndə nə qalır burada? 8 mol böl litr. Nə qalır burada? 8 bunlar hesab gedir mol böl litr. Bax biz həmişə tarazı sabitinin qiymətini hesablayırıq. Heç vaxt vahidini hesablamırdıq. Düzdür? Bu səfər istədim vahidini də hesablayın. Görəsiniz ki, tarazı sabitinin vahidi hər dəfə dəyişə bilər. Hər dəfə nə ola bilər? Dəyişir. Baxır məhsulun əmsalları nədir? Başlanğıcın əmsalları nədir? Aydındır? Həmişə mol böl litr olmaz. Yox, həmişə olmaz. Bəli. Ortasında birincisinde limon böyle Çünki bu mol kvadratı böl litr kvadratı vuranda olur molun kubu, litrin kubudur. Yuxarı. Yuxarı olur molun kubu, litrin kubu, aşağı olur molun kvadratı, litrin kvadratı. Bu kvadratla bu gedə, bununla da bu gedə nə qaldı? Mol böl litr. limonu falan çevirmek yok. Heç nə yoxdur, elə belə də qalır. Amma hər dəfə ayrı olaraq bilər. Siz başqa birisində yazın, onu da göstərin nə olacaq. Görmək istəyirsiniz onu? Hə? Bu biraz düşən şey deyil, amma hər halda başqa bir reaksiya üçün yazın, görəsiniz ki, artıq orada tamam ayrı şeylər alınacaq. Məsələn, hər halda maraqlıdır. N2 plus 3H2 bizə nə verir? 2NH3. 2NH3. İndi burada KT tapanda biz neyi yazırıq uşaqlar? Bunun nəyi? Kvadratı. Kvadratı bölünsün, bunun nəyi? N'yi bir də Vurulsun. H-ın nəyi? Kubu. Kubu. İndi mən burada təbii ki, bunların qiymətlərini bilmirəm, birbaşa mol böl litr yazdım. Yuxarı nə olacaq? Mol böl litrin nəyi? Kvadratı. Kvadratı. Aşağıda nə olacaq? Mol Mol böl litr vurulsun, mol böl litrin nəyi? Kubu. Kvadratı İndi burada nə qalacaq? Mol kvadrat, litr kvadrat bölünsün, mol üstü 4 bölünsün litr üstü 4 olacaq litrin kvadratı bölün molun kvadratı. Çünki 1 böl. Tamam ayrı bir şey aldım, gördünüz mü? Yəni KT-nin bu vahidi belə bir şeylər çıxır. Hər dəfə ayrı çıxır. Hə, tərs oldu. Hər dəfə ayrı çıxır. Bundan əvvəlkində mol böl litr çıxmışdı, bundan nə çıxdı? Litr kvadratı bölün mol. Eğer aşağıda ne diye Bunu istəməzsiniz sizdən. üstü bir daha da kuvvet böyle olsa litre kubur mol Yəni məsələn belə bir şey də indi ola bilər də. Hər halda müxtəlif hallar ortaya çıxa bilər. Sonra neçəyə baxaq? Bitdi? Hı.